Salam, hər vaxtınız xeyir. Mən Toğrul Job karyera məsləhətçi. Karyera məsləhətçi kimdir? Karyera məsləhətçisi iş axtaranlara iş axtarışında dəstək olan şəxsdir deyir. Siz əgər iş axtarırsınızsa, sizə iş axtarışınızda dəstək ola bilər. Bu dəstəkdən yararlanmaq üçün isə mənimlə əlaqəyə keçə bilərsiniz. Əlaqə vasitəsini tapmaq üçün isə bu videonun altında şərh yerində yazıb soruşa bilərsiniz. Və ya da kanalıma daxil olub orada görə bilərsiniz. Deməli, bugün mən sizə son 24 saatın, bugün necədir, nə vaxtdır? 5 Mart 2025-dir. Bugünün iş elanlarını nəzərdə çatdırmaq istəyirəm. Əlbəttə ki, iş elanları çoxdur. Mən onların hamısını bugün olsa belə, bugünün bütün elanlarını sizin nəzərdə çatdıra bilmərəm, amma çoxlarının diqqətini cəlb edən, çoxlarının zövqüncə olan bəzilərini nəzərdə çatdırmaq istəyirəm ki, bunlar da kifayət qədər çoxdur. Bəlkə də 50-yə yaxındır. Ona görə sadəcə olaraq işlərin adlarını bildirəcəm və çalışacağım şirkətlər, hansı şirkətdə olduqlarını bildirəcəm. Yoldaşlar, əgər bank sahəsində iş qurmaq istəyirsinizsə, bildirim ki, Unibank belə bir fürsət təklif edirsinizsə, Unibankda işləmək istəyirsinizsə, ola CV-nizi yollaya bilərsiniz. Hər hansısa bir iş deyil. Sadəcə deyir ki, bizim şirkətdə əməkdaşlıq eləmək istəyirsinizsə, bizdə belə bir fürsət var. Hal-hazırda CV-nizi yollayın, biz dəyərləndirək, görək hansı işə uyğun gəlirsinizsə, ondan sonra biz sizə onunla bağlı yeri gəlsə geri dönüş edək. Yoldaşlar, Sumqayıtda iş var, bir neçə işdir özdə. Finplus International şirkətindədir ki, bir çox işlərə ehtiyac var. Maliyyə müdirinə ehtiyac var, xadimiyə ehtiyac var, aşpaza, aşpaz köməkçisinə, istehsalat üzrə mühasibə, satış üzrə kiçik mütəxəssisə, mexanikçinin qərəm, növbə rəisinə, dəzgah üzrə operatora ehtiyac var. Qeyd edim ki, Sumqayıta iş yerinə getmək üçün də nəqliyyat vasitəsilə də təmin edirlər, servislərdə var. Bundan əvvəl part-time iş var yoldaşlar, Yellow Bankda, Sumqayıtda. Sonra sürücü işlər var yoldaşlar. Həm şəxsi yük maşını sürücü işi var, həm ailə sürücü işi var, həm ekspeditor işi var, həm də digər sürücü işləri var. Sonra reception işi, qeydiyyatçı işi var yoldaşlar. Məsələn, Antares şirkətində qeydiyyatçı işi var. Sonra mebel mağazasında koordinator işi var, Barcode Electronics'da. Sonra rezervasiya agenti işi var, direktor köməkçisi işi var. Sonra oteldə rezervasiya agenti var dediyim kimi, ofis meneceri var, asistent işi var, müdir köməkçi işi var. Məsələn, Megabis şirkətində direktorun köməkçi işi var. RZ qrupda ofis meneceri işi var. Rabitə bankda məsələn universal işçiyə ehtiyac var. Məsələn, Askemkoda şəxsi köməkçiyə ehtiyac var. Backend distribution'da registrasiya işi var. Təlim koordinatoru işi var HR option'da. Sonra ofis meneceri işi var front desk'də. Daha doğrusu hostess işi var SM International'da. Ağır şirkətlər qrupunda qeydiyyatçı işi var. Paşa Mols'da məlumat xidməti üzrə assistent işi var. Ofis meneceri başqa yerdə də var yoldaşlar. Məsələn, Avropa Azərbaycan məktəbində tələbə məlumat sistemi üzrə assistent işi var. Sonra Paşa Bankda kartların emissiya qrupunun assistent işi var. Sonra qarson işləri, ofisant işləri var yoldaşlar. Mühasib işləri var. Baş mühasibin köməkçi işi var. Adi mühasib işi var. Ondan sonra məsələn, satış üzrə mühasib işi var Ascona şirkətində və ya da GASK şirkətində baş buxalterin mühasibin köməkçi işi var. Asprotein Foods qrupda mühasib işi var və digər yerlərdə də mühasib işi var. Məsələn, Xırdalanda 1000 manatlıq mühasib işi var. Bundan əvvəl bağçada da iş var yoldaşlar. Məsələn, tərbiyəçi assistent işi var bağçada. Sonra gözətçi mühafizəçi işi var. Sonra İnci şirkətlər qrupunda fəhlə işi var. Xadimə işi var obada yoldaşlar. Texnik montajçı işi var 600 manatlıq. Təsərrüfat şöbəsinin müdiri işi var 1000 manatlıq. Paşa Bankda bunu mən dedim sizə. Düzdürmü? Kartların emissiya qrupunda. Bəli. Bunu dedim. Sonra yoldaşlar avtomobil ustası işi var ARC qrupda. Sonra SMM işləri var çoxlu. Məsələn, Təhsil Nazirliyində iş var yoldaşlar, proqram koordinatoru işi. İnsan resursları üzrə təcrübəçi işi var. Yol montiyoru işi var Azərbaycan dəmir yollarında, həm Bakı, həm Sumqayıt üzrə. Ambardar işi var, istehsalat ambarına. Kassir işləri var. Həm barista, həm adi kassir işi. Bələdçi işi var yoldaşlar. Satış müştəxisi işi var, həm Qatarda var. Həm İnci şirkətlər qrupunda var. Bir neçə yerdə var satış işi. Sonra operator işi var, SMM meneceri işi var. Həm Məhtənadada var, həm Vegas Travel'da var. Təlim və təcrübə proqramı var Caspian Finance Bank Olmayan Kredi Təşkilatında. Azərbaycan Üzgünçülük Federasiyasının insan resursları üzrə mütəxəssisi var. Bundan əlavə səhtəm üzrə köməkçi işi var yoldaşlar. Sistem inzibatçısı işi var. Texniki dəstək üzrə mütəxəssisi işi var GPS Solution'da. Baş tibb batçı işi var İdeal Tibb şirkətində. Mebel konstruktor işi var Palut 2015 şirkətində. Dizayner işi var 3D Visual Tour işi var Contahome'da. Təhsil məsləhətçi işi var Rufa Akademik Training şirkətində.
trening təhsil şirkətində, Prime Cotton şirkətində aqronom işi var. Bu və bənzər iş elanlarına tanış olmaq üçün və yaxud da ümumiyyətlə iş axtarışında dəstək əldə etmək üçün mənə özeldən yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.